Ben burada lüt adamlar görmedim. İsti deyip de lüt gezenler görmedim. Ama bizde yay gelmemiş. Lütlenir insanlar. Niye? Meraklı değil mi için? Çok meraklı diye böyle. Yani adam isti olup lütlenir. Belki ben bilmirəm. Ben indi baxıram Instagram, sosial şəbəkələr üzrə ən həyasız, ən abırsız insanlar. Mən sosial şəbəkələr üzündən deyirəm ha. 1-2% yaxşılardan uzaq, 1-2% yaxşılardan uzaq. Ən abırsız, ən həyasız insanlar, yenə təkrar edirəm, sosial şəbəkələr üzrəndən deyirəm. Başqa adamlarda işim yoxdur. Azərbaycanda yaşayır. Yaxşılardan uzaq. Vay, abırsızlıq nə baş verir ümumiyyətlə? Həkimləri mən baxıram, kişi həkimləri. Ölün də yerə girin. Bütün çılpalılıq, siz sənətinizə, öz peşənizə arxalanaraq, bütün çırpalıqları ilə hər şeyi açıq danışırsınız. Ay kişi sizsiz. Olmaz. Son demək istəyirsiniz də pasiyentinizi çağırın, kabinetdə danışın da. Bu ayıp da axı. Ayıp deyilən bir şey var. Mən başa düşürəm, bəzi və bir çox Azərbaycanlılar üçün, yenə deyirəm, sosial şəbəkələr üzündən deyirəm, abır sözü qalıb, sadəcə o abır. Amma özü qalmayıb. Abır gözəl şeydir, olan üçün. Vallahi olan üçün. Müasirlik də deyib, hər şeyin belə ağın yox, belə zibilin çıxartdınız, içinə girdiniz. Allah and olsun, xristiyanlar bizim, deyirəm, yaxşılarımızdan, bizim bəzi və bir çox qadınlarımızdan çok abırlıdılar. Çok olduqca. Kime güldük? Başımıza geldi. Allah sen bizi bağışlama. Deyirlər Allah bağışlayandır. Bizi bağışlama. Bizim günahımız çoktur.